neçə gün bundan əvvəl Afətə bəzi tövsiyələrim olmuşdu ki, Afət sən nazirə, millət vəkilinə layiq xanımsan da. Yəni mən düşünürdüm ki, istərdim ki, sənin həyat yoldaşın nazir olsun, ya millət vəkili olsun. O da mənə heç nə demədi. Gördüm ürək zad atdı mənə. Heç bir cavab vermədi. Yəni narazı qalmadı mənim təklifimlə, mənim tövsiyəmlə. İndi təbii ki, hamının həyat yoldaşı nazir ola bilməz, deputat ola bilməz, məmur ola bilməz. Sadəcə olaraq mən arzuladım. İndi eşidirəm ki, Afət Fərman qızının, Rahil qızının, üzr istəyirəm, Afət Rahil qızının toyu olacaq və təbii ki, istinad edirəm Bakıpost.az-a. Elgizin verilişində bir zəng olub. Bir iş adamı zəng vurub, onun sözlərinə görə bir iş adamı ona zəng edərək Afət və Fərhadın toy mərasimini təmənnasız şəkildə öz restoranında keçirməyi təklif edib. Dünən yox, sırağın gördüm ki, telefonuma zəng gəlir. Dedi, Elgiz müəllim, mən sizin verilişlərinizdə hamısına baxıram, birini də buraxmıram. İş adamıyam, bax, gedə çox gözəl bir şadlıq evi açmışam və orada təmənnasız şəkildə Afət və Fərhadın toyunu keçirmək istəyirəm. Afət, mən nə deyim ki, sadəcə olaraq arzuladım ki, sən belə layiqli xanımsan da, nazirə, millət vəkilinə layiq xanımsı istəyərdim ki, həyat yoldaşım bunlardan birisi olsun. Olmadı da. Gəldi indi sənin həyat yoldaşın oldu, meyxanaçı, müğənni Fərhad. Allah sizi xoşbəxt etsin. Toyunuzda mən də paylaşım edərəm. Amma Fərhad məndən inciməsin. Fərhad, mən bəzən xanımlara tövsiyələrim olur. Sonra Səfuradan, Bahadırdan tövsiyə. Toyunuz, xoşbəxt olasınız. Başqa bir şey demirəm. Olsun toyunuz.